rahat şekilde karıştırırız değil mi? Hatta elimi istifadə etmədən bile qaşıqla bile rahat şekilde karıştıra bilərəm. Bu şekilde demək lazım. Əldək. Berçatka. Aynen. Bu yemeğe mən tuzu vurmuram. Neye göre? İndi bu da gel. Xiyar suyunu salar diye. Ne zaman? Bizim yemeğimiz hazır değil axı. Yemeğimiz hazır olana yakın tuzu vurabiliriz. Eğer biz buna indi tuz salsa, bunun suyunda içinde qabıq da var, qaymaq da var, smetan da var. Bu suyunu salacaq, çok lezzetli olacaq ve kesilmeye doğru gidecek. Kesilməməsi söz, elə ki, biz bunu tuzsuz versiyasını edirik. Servisten önce, servisin önünde tuz əlavə edə bilərsiniz. Ama hazırlayarken tuz əlavə etmənizi tövsiyə eləmərəm. Yoksa suyunu salın. Bu şekilde əlavə edirik. Yüngül şekilde karıştırırıq. Dediğim gibi. Əzmədən. Yani kaşık daha verin. Yakın yazatma. Ne diyorsun? Bu şekilde. Ellerimizi bu şekilde istifadə ediyoruz. Ya əlcəklə bu şekilde, ya qaşıqla. Sadəcə xiyar. Bu hə? Yazın nəsil ki, xiyar əzləbilən bir məhsuldur. Bildim. Əzləbilən bir məhsuldur xiyar. Zaten xiyar sərt bir məhsul olsa, tərkibində su var. Bu bir, ikincisi əzləbilən məhsuldur. Xiyar onsuz da bəlkə bir məhsul olsa pişirilərdir. Xiyar yumuşaq məhsuldur. Yani rahat bir şekilde suyunu salabileceği məhsuldur. Hatta salatlara, Asyanski salatlara, Asya mətbəqi xiyarın içini istifadə edilmir. Xiyarın sadece kenarlarını istifadə edilir ki, su salmasın diye. Çıtalı salatlar ediyorum. Aynen, kenarları istifadə olur. Uzun müddətli salatlarda, diğer kendi salatı uzun müddət saxlayacaqsansa, o zaman xiyarın iç hissəsini istifadə olunur, öz hissəsi istifadə olunur. Bunun baharatlarını birazdan əlavə edəcəyik. Servisten qabaq. Tuzu, baharatları qatmamanın səbəbi bəyanlar edin. Suyunu salmasın. Baharatlar verin. Hadi pişirmə. Pişirmə yöntəmi.